Saniye eşiniz, şefiniz, efendimiz, Allah'ımız yaxşılaşsınız. Deməli, bu gün sizinlə gəlsin videosu çəkirik. Daha doğrusu ikinci gəlsin videomuzu çəkirik. Gəlsindən yuvasına axır ki işıq taxtıra bildim. İnşallah səsim gəlir. Görsədim. Toton. Bu da şeydə bıdıqda həftə gəzir özü üçün. Hə, nəsə dostlar. Kuşxanamız belə artıq qapıyı bağlayıb qəşəng verə bilər. İşıq yuxarıdadır gördüyünüz kimi. Oradan da yaşım gətirdim işığı. Görürsünüz. Qəşəng. Maşallah olsun. Kuşxana artıq işıqlıdır. Hər tərəf işıqlıdır amma qəşəng ya. Normaldir dostlar. Xoş gəldi. Neçə onda neçəyə verirsiniz? Yuvayı necə oldu yuva? Onda neçəyə oldu? Geçməydi amma özümün xoşuna gəldi. Özümün xoşuna gəlir. Nəysə başım bir oxum. Bu niyə büzülür? Təzə tutduğum bilmirəm. Məktəblə xəstə olsa, burada dən yadıydı özü üçün. Yəni təzə gəlsin tutduğum, təzə almışdım gəlsin. O da şey qoymuşam, sunmuşum bura. Belə. Görürsünüz dostlar, yuvanın hali qəşəng. Yuva gətirəcəyim dostlar, təzə yuvalar gətirəcəyim. Burada o qırt yatımı ona görə gətirmədim. Bu da belə. Necə oldu dostlar quşxana? Çöl qapqaranlıqdır. Bura işıl-işıldır, maşallah olsun. Neysə dostlar yuva. Onda neçəli verirsiniz? Mən onda qoy, ona görə. Bıdıq. Yumurtasının üstüne dur diye. Gel döveceğim. Gel. Onun yuvası var da olsa. Dişi de olsa bu da. Bu da dişi diye tuttuğumuz var ya, o dişi diye. Bir sözden olsa dişlerimiz çoxalıb. Epay dişlerimiz var yani. Ay. Tutduğumuzu biraz tərpətdim ki, tərpənsin biraz. Maşallah. Qapqaradır, qara. Bir dalında ağ var, bu qədər. Hər nəsə olsa videomuz burada sağ olsa bakın özünüz on gəmirəm başında video bəyənib kanalına abunə olmaq unutmayın. Video bəyənib kanalına abunə olmaq unutmayın. Sağ olun, salamat qalın. Yuvamızın da işığı hazır. Bye.